Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun əmlak imperiyasının gizli qalan tərəfləri üzə çıxıb mediada yayılan son siyahı sabiq məmurun Bakıda və xaricdə görünməmiş mülklərə sahib olduğunu iddia edir. İddialara görə Həsənova məxsus sərvətin ümumi dəyəri 2 milyard dollardan çoxdur. Bu siyahıya Bakının müxtəlif rayonlarında ucalan və ümumilikdə onlarla bloku əhatə edən nəhəng yaşayış kompleksləri daxildir. İmperiya təkcə binalarla bitmir. Paytaxtın Nərimanov rayonunda minlərlə kvadrat metrlik qeyri-yaşayış sahələri, futbol stadionları, avtoqaleriya, Cookzone və Big Chef kimi məşhur restoranlar şəbəkəsi, eləcə də şadlıq evləri və gecə klubları da bu siyahının bir hissəsidir. Siyahının ən çarpıcı hissəsi isə xaricdəki mülklərdir. İstanbulda 25 milyon dollar dəyərində olan boğaz mənzərəli lüks qəsr və Türkiyədə yük maşınları istehsal edən 120 milyonluq zavod da keçmiş məmurun adı ilə bağlıdır. Dövlət hesabına mənimsənildiyi iddia edilən mülklər və qohumların adına yazılan mənzillərlə bağlı hələlik rəsmi qurumlardan heç bir açıqlama verilməyib. Əli Həsənovun mülklərinin siyahısının adları ilə Bir Xəbər medianın rəsmi saytına keçid edib məlumatla ətraflı tanış ola bilərsiniz.